Ateş! 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 İkinci Qarabağ müharibəsinin şəhidi Feyzullayev Fərmanı böyük ehtiramla doğurma İsmail'da qarşılayır. O, dövlətimizin ağır və çətin günlərində düşmənlərə qarşı mübarizə aparmışdı. Və 12 fevral 94-cü ildə ilk gün düşmüşdü, amma bugünkü günə kimi onun yolunu çox həsrətlə gözləmişdik hər birimiz. Hər birimiz kədər istədik keçirik, amma kədərlə yanaşı hər birimiz gürür istədik keçirik. Gürür ona görə ki, daha bir igidimiz öz doğma torpağına qovuşuldu. Fəxr edirik ki, gürür duyuruq ki, ona görə ki, camanlıq göstərdiyi torpaqlarda bugünkü gün Azərbaycan bayrağı dalğalanır. Ona görə ki, həmin torpaqlarda bugünkü gün böyük işlər görülür. Cənab Prezidentimizin sərəncamı ilə göstərişi ilə dövlətimizin iri layihələri Qarabağda azad olmuş torpaqlarda həyata keçirilir. Allah rəhmət eləsin. Şəhidimizin əziz xatirəsi önündə hər birimiz baş əyirik. Onun əzizləri, valideynlərinə Allah'tan səbir diləyirik. Fərmanın nəşi bugün öz doğma torpağına tapşırılıbdır. Mən bilirəm ki, Fərmanın həmişə hörməti onun ruhunun qarşısında bu xalq tərəfindən, İstisu kəndi tərəfindən həmişə diqqət və qayğıyla həyat olunubdur. Onun burada adına qulaq sayılıbdır. Onun həmişə xatirəsi əziz qeyd olunubdur. Və bugünkü gündə bizim bu tədbirdə bizim gənclərimiz Azərbaycan bayrağını öz əllərində saxlayıblar və onu qaldırırlar bizim başımızın üstündə. Azərbaycan bayrağı bugün ərazi bütövlüyümüzü tam təmin olunan, bəs bizim şəhidlərimizin hesabına ərazi bütövlüyümüz təmin olunan bizim azad olan Qarabağ torpaqlarda büyük dalğalanır. Bu cənazədə iştirak edən yoldaşlarla çox sağ ol deyirəm, haqqınızı hal edirik, əziyyətlərimizi halal edirik. Yəni gözümüz yoldan çəkildi, neçə illərdir gözləyirdik, ziyarət yerimiz oldu. Bütün Azərbaycan şəhidlərinə Allah'tan rəhmət diləyirəm. Əmimizin cənazə dəfnində iştirak edən hər birinə minnətdarlığımı bildirirəm. Mən bu əmim haqqında bir balaca faktları bildirmək istəyirəm xalqımıza. 1994-cü ildə itkin düşmüş Fərman, Azərbaycan ilk 701 sayılı hərbi hissə qurulmuş. Əmim 1994-cü ildə orada itkin olmasına olanda 8 yaşım var idi. Onun xatirələri, acı xatirələri hər zaman qəlbimdədir. 2004-cü ildə xidmət elədiyim hərbi hissə təsadüfən 701 sayılı hərbi olmuş. Mən 701 sayılı hərbi hissənin Murov dağı istiqamətində nələrin çəkdiyini, onların canlı şahidi komandirlərin ağzından eşitmişəm. Döyüş bayrağı 26 iyun 2005-ci ildə bir daha 701-ə təltif olunmuşdu. 701
böyük qəhrəmanlıq göstərmişdi. Axırıncı əsgərə kimi vuruşmuşdu. Mən onun komandirlərinin canlı ağzından eşitmişəm, onlar keçdiyi şərəf yolunu. Əmimdir. Hər zaman onunla qürur duyuram. Ve inne inşallah bihum lahikun. Es'elullaha li ve lekumul afiye. İnna lillahi ve inna ileyhi raciun.